İmam Zəhəbi rahimehullah özünün yazdığı Siyar kitabında İmam Şafinin belə bir sözünü zikr edir. İmam Şafi, Allah rəhmət eləsin, deyir ki, Əl-xeyru fi xamsin. Xeyr 5 şeydədir. Birincisi, ğinən nəfs. İnsanın nəfsinin zəngin olması. Nəfsin zəngin olması deyəndə nə qəst edilir? Qənaətkar olması. Var insan görməmişdir. Hə? Belə deyirlər də var. Əlində olanla qane olur. O zəngin insandır. Qənaətkar, ğinən nəfs. O insanın nəfsi zəngindir. Heç vaxtı görməmişlik eləmir. Xeyr 5 şeydir. Birincisi budur. İkincisi, kəfful əzə. Əziyyət verməyi. Dayandırmaq. Burada məna nədir? Əziyyət verməmək. İnsanlara, heç kimə əziyyət verməmək xeyirdir, deyir. İkinci budur. Üçüncüsü, kəsbul hələl. İnsanın qazancı halal olsun. Nə əldə edirsə, nə qazanırsa, kəsb edirsə, halal yolla qazansın. Dördüncü, təqva deyir. Təqva da aydındır. Allah subhanahu wa ta'alənin əmrlərini yerinə yetirib qadağan etdiyi şeylərin çəkinməkdir. Beşinci də, əs-siqatu billah. Allaha təvəkkül etmək, etimad etmək. Təsəvvürlə İmam Şafi rahimehullah deyir ki, xeyir, bütün mütləq olaraq xeyir yoxdur. Bu 5 şeydədir, deyir. Yəni, insan Allahu akbar. Bu 5 şeyə yiyələnsə, sahib çıxsa, bu 5 şey onda olarsa, elə bir ki, bütün xeyirlər onda cəm olur. Xeyirli bir insandır yer üzündə. Nəfsin zəngin olması, əziyyət verməmək, halal qazanc, təqva, bir də təvəkkül. Allaha etimad etmək, təvəkkül etmək xeyirdir, deyir. Rahimehullah.